Herkese salam. Bugünkü dərsimiz şifahi xalq ədəbiyyatıdır. Şifahi xalq ədəbiyyatının digər adı Azərbaycan folklorudur. Şifahi xalq ədəbiyyatı bölünür lirik növə, ikinci epik növə, üçüncü dramatik növə. İndi isə biz danışacağıq lirik növ haqqında. Lirik növə nələr daxildir? Birinci nəğmələr daxildir. Nəğmələr də öz növbəsində bölünür əmək nəğmələrinə. Əmək nəğmələrinə holovarlar və sayacı sözlər daxildir. Holovarlar əkinçiliklə bağlı olan, sayacı sözlər isə qoyunçuluqla bağlı olan oxunulan nəğmələrdir. İkinci gəlir məişət nəğmələri. Məişət nəğmələri də öz növbəsində iki yerə bölünür. Laylalar, oxşamalar. Laylalar körpəni yatızdırılarkən oxunulan nəğmələrdir. Oxşamalar isə körpəni əzizləyərkən oxunulan nəğmələrdir. Laylalar və oxşamalar ikilik və dördlük şəklində olur. Üçüncü gəlir mövsüm nəğmələri. Mövsüm nəğmələri fəsillərlə bağlı olan nəğmələrdir. Unutmayın, gün çıx, buna diqqətlə, daha doğrusu əzbərləyin bunu. Gün çıx və qodu, belə yazaq. Gün çıx və qodu mövsüm nəğmələrinə daxildir. Daha sonra gəlir mərasim nəğmələri. Mərasim nəğmələrinə toy nəğmələri daxildir və yas nəğmələri daxildir. Toy zamanı oxunulan nəğmələr toy nəğmələrinə, mərasim zamanı oxunulan nəğmələr isə mərasim nəğmələrinə aiddir. Lövhəni silim. Daha sonra gəlir mahnılar. Mahnılar nəğmələrdən fərqlənir. Necə fərqləndirmək olar? Mahnıların özünə məxsus melodiyası vardır. Unutmayın, Qaragilə. Daha sonra apardı sellər saranı. Mən qısa yazıram. Sellər saranı. Sonra İrəvanda xal qalmadı. Belə yazım qısa. Deməli, bunlar mahnılara qalmadı. Mahnılara aiddir. Bunları dəqiq əzbərləyirik. Qaragilə, apardı sellər saranı, İrəvanda xal qalmadı. Bunlar mahnılara aiddir. Hətta bunu qısa yolla deyə əzbərləyə bilərsiniz. Yəni, Qaragilə, apardı sellər saranı və İrəvanda xal qalmadı. Daha sonra gəlir bayatı. Bayatı dördlük formasında olur. Bayatılar daha doğrusu ayrılıqdan, məhəbbətlə, qəhrəmandan, vətən həsrəti ilə bağlı olur. Bayatılarda iki məna nəticə, yəni ümumiləşir. İki nəticə ümumiləşir. Deməli, bayatılar şeir şəklində, həm də janr şəklində olur. Biz bununla lirik növü bitirdik. Əlbəttə bu qədər deyil. Sadəcə mən qısa deyirəm ki, anlayışınız olsun. Daha sonra gəlir epik növ. Epik növə nələr daxildir? Epik növə daxildə atalar sözü, məsəllər, rəvayətlər, əfsanələr, yanıltmacılar, tapmacalar, nağıllar. Deməli, rəvayətlər nədir? Birinci gəlir rəvayətlər. Rəvayətlər real hadisələrdir. Yəni, real baş verən hadisələrdir. Rəvayətlərə daxildir Nuh Peyğəmbər, daha sonra Astyak, daxildir Tomris. Bunları unutmuruq və daha doğrusu əzbərləməyə çalışırıq. Deməli, rəvayətlərə Nuh Peyğəmbər, Astyak və Tomris daxildir. Daha sonra gəlir əfsanələr. Əfsanələr isə rəvayətlərdən fərqli olaraq qeyri-real hadisələrdir. Yəni, həyatda olmayan qeyri-real hadisələrdir. Səməndər quşu əfsanələrə daxildir. Səməndər quşu əfsanələrə daxildir. Gəlir tapmacalar. Tapmacalar, deməli, hər hansı fikir üstü örtülü verilirsə, biz bunu tapırıqsa, bu tapmacadır. Tapmaca nəzm və nəsrlə yazılır. Daha sonra gəlir dördüncü yanıltmacılar. Yanıltmacılar digər adı səs oyunu və söz oyunudur. Deməli, bir-birinə yaxın olan səslərdə yaranan sözlərdir. Biz bunları ard-arda deyirik və yanıltmacı da insan beynini daha da biraz qarışdırır. Daha sonra gəlir 5-ci lətifələrimiz. Lətifələr gülüş doğuran hadisələrdir. Yəni, lətifələrin əsasını gülüş təşkil edir. Bəhlul Danəndə və Molla Nəsrəddin harda gördünüzsə, bilin bunlar lətifədir. Deməli, sonra gəlir atalar sözləri və məsəllər. Atalar sözləri və
Məsəllər. Deməli, atalar sözlərinin ardında hansısa bir hadisə dayanmır. Ancaq məsəllərin ardında hansısa bir hadisə dayanır. Məsələn, atalar sözlərinə daxildir. Atalar sözlərinə daxildir. Tutalım, igid ölər, adı qalar. Biz bilirik ki, burada atalar sözlərindən söhbət gedir. Sizə məsələn, məsəl deyim, yəni atalar sözlərindən məsəllərin fərqi nədir? Dedim, hansısa bir hadisə dayanmalıdır. Məsəllərin sonunda arxasında hansısa bir hadisə dayanır. Məsələn, yorğan dava yorğan davasıdır. Molla Nəsrəddin bir gün yatır, gecə yuxu görür və daha doğrusu gecə səsi eşidir və yuxudan tələsik qalxıb səsə haraya çölə çıxır. Bu zaman yorğana bükülüb çıxır və qarmaqarışıqlıq olur orada Molla Nəsrəddinin yorğanını oğurlayırlar. Molla Nəsrəddin evə girir, arvadı soruşur ki, kişi nə olub, niyə çıxmışdın? Deyir, dava idi. Ancaq məsələ, yəni dava yorğan davasıymış deyir. Əslində bu gülüş doğurur, yəni hansısa bir məsəl çəkir. Daha sonra gəlir nağıllar. Nağıllar ailə, məişət həyatı ilə bağlı bəhs edən nağıllardır. Nağıllar da öz növbəsində bölünür qəhrəmanlıq nağıllarına, sehirli nağıllara, heyvanlar haqqında olan nağıllara. Daha sonra gəlir dastanlar. Dastan mənim ən sevdiyim hissədir. Dastanlar 3 hissədən ibarət olur. Dastanlar ustadnamə ilə başlayır. Daha sonra dastanın özü, yəni nəsr hissə olur. Dastanlar nəzm və nəsr hissədən ibarətdir. Daha sonra sonu xoşbəxtçilik ilə bitən dastanlar duvaq qapma ilə bitir. Sonu bədbəxtçilik ilə bitən dastanlar vücudnamə ilə bitir. Dastanların əsasına aşıq yaradıcılığı təşkil edir. Aşıq yaradıcılığı, yəni keçmişdə aşıqlara dədə, ozan, varsaq deyilirmiş. Aşıq yaradıcılığı qoşma, gəraylı, təcnis, bayatı janrından ibarətdir. Aşıq yaradıcılığı da öz növbəsində 2 yerə bölünür. İfaçı aşıqlar, bir də yaradıcı aşıqlar. Nədir ifaçı aşıqlar? İfaçı aşıqlar, yəni özləri başqa bir sənətkarların ifa etdiyi, aşıqların ifa etdiyi əsərləri özləri ifa edir. Bunlar ifaçı aşıqlardır. İfaçı aşıqlar yadınızda saxlayın. Yəni Ç-Ə-S. Bu sözü əzbərləsəz, ifaçı aşıqların hansıları olacağını biləcəksiniz. Aşıq Kəmandar, Aşıq Əmrah, Aşıq Saraclı. Yerdə qalanlar isə yaradıcı aşıqlardır. Nədir yaradıcı aşıqlar? Yaradıcı aşıqlar özləri əsərləri yazır, özləri yaradır. Bunlara yaradıcı aşıqları deyirlər. Digər aşıqlar yaradıcı aşıqlardır. Unutmuruq, lövhəni təmizləyək. Bizim 3-cü növümüz, dramatik növümüz gəlir. Dramatik növə nələr daxildir? Dramatik növə daxildir. Dramatik növə daxildir. Deməli, oyunlar, şəbəhlər, tamaşalar. Dramatik növlər əyani şəkildə göstərilir. Yəni biz bunu görürük, əyani şəkildə görürük. Oyunlar bir neçə şəxsin çıxışı ilə baş verir. Yəni oyunlar da bölünür 2 hissəyə. Hərəkətli oyunlar və oturaq oyunlara. Deməli, hərəkətli oyunlara daxildir xəndəyə düşmə, daha sonra dəyirman, əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bu üçün yadımızda saxlayırıq. Bu üçü hərəkətli oyunlara daxildir. Daha sonra gəlir oturaq oyunlar. Oturaq oyunlara uçdu, lal dinməz. Bunlar testlərə düşən suallardır. Bunlar isə oturaq oyunlara daxildir. Şəbəhlər isə dini mərasimlərə aid olan tamaşalardır. Yəni şifahi xalq ədəbiyyatında bu qədər. Bizim şifahi xalq ədəbiyyatımız geniş və daha dərindir. Mən isə sizə qısa məlumat verməyə çalışdım. Bu qədər dinlədiyiniz üçün, baxdığınız üçün təşəkkür edirəm.